Hər vaxtınız xeyir. Bu buraxılışda da ən vacib və gündəmdə olan xəbərləri diqqətinizə çatdıracağam. Sərhəd rejimi, miqrasiya məsələləri, yeni aviareyslər, iqtisadi və hüquqi yeniliklər haqqında ən operativ məlumatları vaxtında almaq istəyirsinizsə, həm mənim bu YouTube kanalıma, həm də ZM Novosti Azərbaycanı Telegram kanalıma abunə ola bilərsiniz. Burada məlumatlar daha dolğun, daha operativ və rəsmi mənbələrə əsaslanır. Kanalların linki videonun aşağısında, yəni açıqlama hissəsində və ilk şərhdə yerləşdirilib. İndi isə xəbərlər. Bakı-Tbilisi-Bakı beynəlxalq sərnişin qatarı illər sonra yenidən fəaliyyətə başladı və Azərbaycan Dəmir Yollarının həyata keçirdiyi bu layihə həm turizm, həm də regionlar arası əlaqələrin inkişafı baxımından mühüm hadisə hesab olunur. Qeyd edim ki, ilk reys artıq mayın 25-də həyata keçirildi və qatar hər gün bu marşrut üzrə hərəkət edəcəkdir. Məlumat üçün bildirim ki, mayın 25-də saat 23:10-da Bakı Dəmir Yolu Vağzalından yola düşən sərnişin qatarı ertəsi gün səhər saat 9:04-də Tbilisiyə çatıb. Tbilisi Dəmir Yolu Vağzalında qatarın qarşılama mərasimi də təşkil olunubdur. Tədbirdə Gürcüstanın və Azərbaycanın rəsmi şəxsləri iştirak edib. Bir sözlə, Azərbaycan Dəmir Yolları Bakı-Tbilisi-Bakı marşrutu üzrə beynəlxalq sərnişin daşımalarını rəsmi şəkildə bərpa edibdir və qeyd edim ki, bu marşrut pandemiya dövründə dayandırılmışdı və uzun fasilədən sonra yenidən istifadəyə verilməsi böyük maraqla qarşılanıbdır. Məlumata görə marşrut üzrə İsveçrənin məşhur Stadler Rail Group şirkətinin istehsalı olan müasir yataq tipli vaqonlardan ibarət qatarlar hərəkət edir. Qatarlarda sərnişinlər üçün komfort, komfort plus və lüks sinfi xidmətləri təqdim olunur. Yeni nəsil vaqonlarda daha yüksək rahatlıq, müasir interyer, fərdi xidmət imkanları və beynəlxalq standartlara uyğun səyahət şəraiti yaradılıbdır. Azərbaycan Dəmir Yollarının açıqladığı hərəkət qrafikinə əsasən qatar hər gün Bakıdan saat 23:10-da yola düşəcəkdir və növbəti gün saat 8:44-də Tbilisiyə çatacaq. Tbilisidən isə hər gün saat 21:00-da yola düşən qatar növbəti gün səhər saat 6:24-də Bakıya çatacaq. Səyahət müddəti ümumilikdə təxminən 9 saat 30 dəqiqə təşkil edir. Bu müddətdə sərhəd və gömrük yoxlamaları da daxildir. Bildirilir ki, sərhəd prosedurları üçün Azərbaycan tərəfində 1 saat, Gürcüstan tərəfində isə əlavə 1 saat nəzərdə tutulub. Bakı-Tbilisi-Bakı qatarı Azərbaycan ərazisində Bakı Dəmir Yolu Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaqdır. Gürcüstan ərazisində isə qatar Qardabayni stansiyası və Tbilisi Dəmir Yolu Vağzalında sərnişinlərə xidmət göstərəcək. Bununla yanaşı Gürcüstana qatarla səfər edən sərnişinlər üçün vacib qaydalar da açıqlanıbdır. Azərbaycan Dəmir Yollarının məlumatına görə Gürcüstan qanunvericiliyinə əsasən 2026-cı il 1 yanvar tarixindən etibarən bu ölkəyə daxil olan bütün xarici vətəndaşlar üçün icbari səyahət sığortası tətbiq olunur. Bu səbəbdən Bakı-Tbilisi qatarı ilə səfər edən şəxslər sığorta sənədini əvvəlcədən əldə etməlidirlər. Səfər sığortasını istənilən sığorta şirkətindən onlayn platformalar vasitəsilə, eləcə də Bakı və Gəncə dəmir yolu vağzallarında fəaliyyət göstərən sığorta agentlərindən almaq mümkündür. Qeyd olunur ki, sığorta sənədi Azərbaycan Dəmir Yollarının əməkdaşları tərəfindən deyil, Gürcüstan sərhədində bu ölkənin dəmir yolu əməkdaşları tərəfindən yoxlanılacaqdır. Buna görə sərnişinlərdən sənədi özləri ilə götürmələri xahiş olunur. Azərbaycan Dəmir Yolları həmçinin sərnişinlər üçün digər mühüm qaydalara da aydınlıq gətiribdir. Bildirilir ki, qatarlara minik zamanı sərnişinlər biletlə yanaşı pasportun əslini də təqdim etməlidirlər. MyGov platformasında əldə olunan rəqəmsal sənəd versiyası keçərli hesab edilmir. Bundan başqa 5 yaşadək uşaqlarla səfər edən şəxslər uşağın adına rəsmiləşdirilmiş pulsuz bileti təqdim etməlidirlər. Əgər uşaq yalnız bir valideynlə səfər edirsə, digər valideynin notarial qaydada təsdiqlənmiş icazəsi tələb olunur. Valideynsiz başqa bir böyüklə səfər edən uşaqlar üçün isə hər iki valideyndən notarial etibarnamə təqdim edilməlidir. Azərbaycan Dəmir Yolları sərnişinlərə sənədləri əvvəlcədən hazırlamağı və qatara minik üçün vağzala vaxtında gəlməyi tövsiyə edir. Qeyd edim ki, Bakı-Tbilisi-Bakı qatarı marşrutunun yenidən fəaliyyətə başlaması həm Azərbaycan, həm də Gürcüstan arasında turizm və iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcək və yeni marşrut xüsusilə avtomobil və hava nəqliyyatına alternativ, rahat səyahət imkanları təqdim etməklə diqqət çəkir.
Rusiya Dövlət Duması ölkəyə əmək fəaliyyəti məqsədi ilə gələn xarici vətəndaşların sağlamlıq vəziyyətinə nəzarəti əhəmiyyətli dərəcədə gücləndirən qanun layihəsini qəbul edibdir. Sənəd bir sıra ciddi reqlamentlər tətbiq edir və məcburi prosedurların keçirilmə müddətini qısaldır. Yeni normalara əsasən miqrantların tibbi müayinədən keçməli olduqları müddət 3 dəfə 90 gündən 30 günədək azaldılır. Bu prosedur müvəqqəti yaşamaq icazəsi və ya əmək fəaliyyəti hüququnun, yəni patentin alınması üçün ciddi şəkildə məcburi şərtə çevrilir. Tibbi müayinələrin himayələşdirilməsi tamamilə xarici vətəndaşların özlərinə və ya işə götürənlərin üzərinə qoyulur. Qanun layihəsi həmçinin tibbi arayışların qanunsuz dövriyyəsi bazarının ləğv edilməsinə yönəlibdir. Bundan sonra tibbi müayinəni yalnız dövlət tərəfindən səlahiyyətləşdirilmiş tibb müəssisələri həyata keçirə bilər. Təşəbbüsdə sanitariya-epidemioloji təhlükəsizlik tədbirlərinə də xüsusi diqqət yetirilibdir. Xarici vətəndaşda təhlükəli yoluxucu xəstəliklər və ya narkotik vasitələrin istifadəsi faktı aşkar edilərsə, tibb müəssisəsi 24 saat ərzində Rusiya Daxili İşlər Nazirliyinə və Rospotrebnadzora rəsmi bildiriş göndərməlidir və bu bildiriş həmin vətəndaşın Rusiya ərazisində qalmasının arzu olunmaz olduğunu və ölkədən çıxarılması, yəni deportasiya edilməsi barədə operativ qərarın qəbul edilməsi üçün əsas şərt olacaq. Rusiya işləmək məqsədi ilə gələn xarici vətəndaşlar ölkənin qanunvericiliyinə əməl etməli və başa düşməlidirlər ki, hər hansısa hüquq pozuntusu təkcə inzibati cəza ilə deyil, həm də deportasiya ilə nəticələnə bilər. Bu barədə Rusiya Dövlət Dumasında bəyan edilibdir. Bildirilir ki, Rusiya əmək fəaliyyəti üçün gələn miqrantlar qanunlara riayət etməli, ölkənin qanunlarına, mədəniyyətinə və ənənələrinə hörmətlə yanaşmalıdırlar. Qeyd olunub ki, Dövlət Duması miqrasiya siyasəti sahəsində 2 qanun layihəsinin birinci oxunuşda qəbul edibdir. Həmin layihələrdən biri ictimai davranış qaydalarını pozan miqrantların ölkədən çıxarılmasını nəzərdə tutur, digəri isə məhkumluğu olan şəxslərə vətəndaşlığın verilməsindən imtina edilməsini imkanı yaradır. Dövlət Dumasında vurğulanıb ki, bu tədbirlər ictimai təhlükəsizliyin və asayişin təmin olunması üçün zəruridir. Bildirilir ki, əvvəllər Rusiya müxtəlif məqsədlərlə gələn əcnəbilərin bir hissəsi ölkə qanunvericiliyinə əməl etmədikləri üçün deportasiya olunub. Bundan əlavə qeyd edilib ki, miqrasiya siyasəti sayəsində artıq 22 qanun qəbul olunubdur və onların əksəriyyəti deputatlar tərəfindən irəli sürülübdür. Həmçinin miqrasiya siyasətinin həyata keçirilməsi ilə bağlı məsələlər üzrə daimi monitorinqdə davam etdirilir. Sonda vurğulanıb ki, Rusiyaya gələn bütün xarici vətəndaşlar ölkənin qanunvericiliyinə əməl etməli, rus dilini bilməli, ölkənin ənənələrinə və mədəniyyətinə hörmət etməli, eləcə də müəyyən olunmuş tələblərə cavab verməlidirlər. 2023-cü il oktyabr ayından etibarən Rusiyanın Daxili İşlər Nazirliyinin ərazi orqanları tərəfindən vətəndaşlıq almış şəxslərlə bağlı 4,5 mindən çox Rusiya vətəndaşlığının ləğvi qərarı qəbul edilibdir. Bu məlumatlar 26 oktyabr 2023-cü ildə qüvvəyə minmiş Rusiya Federasiyasının vətəndaşlığı haqqında yeni qanun tətbiqindən sonra aparılan rəsmi statistika əsasında açıqlanıbdır. Vətəndaşlığın ləğvi ilə bağlı qərarların böyük əksəriyyəti cinayət işləri üzrə məhkəmə hökmləri ilə əlaqədar olubdur. Rəsmi məlumatlara görə 3000-dən çox şəxs ağır və xüsusilə ağır cinayətlərə görə məhkəmə qərarlarının qüvvəyə minməsindən sonra əldə etdiyi Rusiya vətəndaşlığını itirib. Söhbət dövlət təhlükəsizliyinə, ictimai təhlükəsizliyə və hərbi xidmət sahəsinə aid müxtəlif cinayətlərdən gedir. Bundan əlavə 400-dən çox şəxs hərbi uçota durmaq öhdəliyini yerinə yetirmədiyi üçün vətəndaşlıqdan məhrum edilibdir. Təxminən 300 qərar isə ölkənin milli təhlükəsizliyinə təhdid yaradan fəaliyyətlə bağlı səlahiyyətli qurumların rəyləri əsasında qəbul olunubdur. Mövcud qanunvericiliyə əsasən vətəndaşlığın ləğvi yalnız sonradan Rusiya vətəndaşlığı əldə etmiş şəxslərə şamil olunur. Doğuşdan Rusiya vətəndaşlığı olan şəxslər bu hüquqi mexanizmin təsir dairəsinə daxil deyil. Rusiya Daxili İşlər Nazirliyi bildirir ki, vətəndaşlığın ləğvi həmin şəxsin gələcəkdə yenidən vətəndaşlıq almaq imkanını tamamilə aradan qaldırmır. Müəyyən edilmiş müddət başa çatdıqdan və qanunvericiliyin bütün tələbləri yerinə yetirildikdən sonra şəxs yenidən vətəndaşlıq üçün müraciət edə bilər. 2023-cü ildə qüvvəyə minmiş yeni qanun əldə edilmiş vətəndaşlığın ləğvi üçün əsasların siyahısını əhəmiyyətli dərəcədə genişləndirib, qanuna əsasən terrorçuluq, ekstremizm, dövlətə xəyanət, casusluq, diversiya fəaliyyəti, Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumat yayılması, ordunun
nüfuzdan salınması, Rusiyaya qarşı sanksiyalara çağırışlar, hərbi xidmətdən yayınma, dezertirlik və xarici agentlər haqqında qanunvericilikdə nəzərdə tutulan öhdəliklərin pozulması kimi hallarda vətəndaşlıq ləğv oluna bilər. Mütəxəssislərin isə fikrincə əldə edilmiş vətəndaşlığın ləğvi institutunun tətbiqi son illərdə Rusiyanın miqrasiya və vətəndaşlıq siyasətində həyata keçirilən ən ciddi dəyişikliklərdən biri hesab olunur və ekspertlər bildirirlər ki, hakimiyyət orqanları Rusiya vətəndaşlığını sonradan əldə etmiş şəxslər üzərində nəzarəti gücləndirir və dövlət təhlükəsizliyinə təhdid yaradan hallara qarşı daha sərt tədbirlər tətbiq edir. Xarici vətəndaşlara patent aldıqdan sonra işə düzəlmə müddətləri ilə bağlı xatırlatma edilibdir. Rusiyada əmək fəaliyyəti ilə məşğul olmaq üçün patent alan xarici vətəndaşlar patentin verildiyi gündən etibarən 2 ay ərzində rəsmi şəkildə işə düzəldiklərini təsdiqləməli və bununla bağlı müvafiq bildirişi patenti təqdim etmiş Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanına göndərməlidirlər. Bu tələbin yerinə yetirilməməsi patentin ləğv olunmasına, ölkədə qalmaq və işləmək üçün qanuni əsasların itirilməsinə, eləcə də Rusiya Federasiyasını tərk etmək zərurətinə səbəb ola bilər. Mövcud qaydalara əsasən bildiriş yalnız əmək müqaviləsi bağlandıqda deyil, həmçinin mülki hüquqi müqavilə rəsmiləşdirildiyi hallarda da təqdim edilməlidir. Fiziki şəxslə müqavilə şifahi formada bağlandıqda belə bu öhdəlik qüvvədə qalır. Daxili İşlər Nazirliyindən bildirilib ki, əmək fəaliyyətinin həyata keçirilməsi barədə bildirişin təqdim edilməməsi patentlərin ləğv edilməsində ən geniş yayılmış səbəblərdən biridir. Patent ləğv edildikdən sonra isə xarici vətəndaş Rusiyada qanuni əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu itirir və nəzarətdə olan şəxslərin reyestrlərinə daxil edilə bilər. Bundan əlavə, patent ləğv olunduğu halda xarici vətəndaş yeni patent almaq üçün yalnız 1 ildən sonra yenidən müraciət edə bilər. Qeyd edim ki, bildiriş forması Rusiya Daxili İşlər Nazirliyinin 5 sentyabr 23-cü il tarixli əmri ilə təsdiq edilibdir. Sənəddə bütün məcburi xanalar düzgün şəkildə doldurulmalıdır. Səhvlər, natamam məlumatlar və ya zəruri məlumatların olmaması bildirişin qəbulundan imtinaya səbəb ola bilər. Xarici vətəndaşlar bildirişi bir neçə üsulla təqdim edə bilərlər. Onlardan biri poçt vasitəsilə, digəri vahid portal üzərindən və ya əmək fəaliyyətinin həyata keçirildiyi yer üzrə Rusiya Daxili İşlər Nazirliyinin ərazi bölməsinə şəxsən müraciət etməklə. Mütəxəssislər isə mümkün hüquqi nəticələrin qarşısını almaq və Rusiya ərazisində qanuni qalma və işləmə statusunu qorumaq üçün bildirişin təqdim edilməsini gecikdirməməyi, həmçinin bütün sənədlərin düzgün doldurulduğunu əvvəlcədən yoxlamağı tövsiyə edirlər. Beləliklə, bu buraxılışımızın da sonuna gəldik. Ən vacib və operativ xəbərləri ilk siz almaq istəyirsinizsə, Zayem Novosti Azərbaycana Telegram kanalına qoşulun və bu YouTube kanalına da abunə ola bilərsiniz. Linklər videonun altında və ilk şərhdə yerləşdirilib. Növbəti buraxılışda görüşənədək sağ olun, salamat qalın.